Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tarix Əliyev bir neçə gün öncə müsahibəsində fəxri ad almaq istədiyini deyən müğənni Samir Bağırovu tənqid edib. Xəbər verilir ki, Tolik Samir Bağırovun bu ada layiq olmadığını iddia edib. İndi müsahibələrin birinə baxıram, Samir Bağırov da fəxri ad almaq istədiyini deyib. Doğrudan da bu ölkədə çox qəribə bir tendensiya var. 3 mahnı yazdırıb restoranlarda oxuyan, bir dəfədə olsun xalq üçün konsert verməyənlər gəlib ad istəyirlər. Əksəriyyəti xalq tərəfindən tanınmayan müğənnilər fəxri ad almaq sevdasındadırlar. Hansı əziyyətə, hansı işinizə görə, nə etmişsiniz Azərbaycan mədəniyyəti üçün, harada, necə çıxış etmişsiniz ki, ad iddia edirsiniz deyə Tolik qeyd edib.